Nəğmə sustu dodaqlarda, dilə gəldi tüfənglər. Mənim atam uzaqlarda, cəbhələrdə bir əskər. Bir vaxtlar hər məhəllənin öz həyət uşaqları vardı. Gün düşən kimi çölə çıxan, axşama qədər oyundan oyuna qaçan, dostluğun əslini elə həmin mərhələlərdə öyrənən uşaqlar. Amma indi mənzərə tamam dəyişib, küçələr sanki sakitləşib. Valideynlər övladlarını tək buraxmağa çəkinirlər. Təhlükəsizlik, pis təsir, nəzarətsiz mühit, bu narahatlıqların hamısı valideynləri uşaqları daha çox evdə saxlamağa vadar edir. Digər tərəfdən azyaşlıların dünyası da dəyişib. Virtual həyat futbol meydançalarının, velosiped yarışlarının, müxtəlif cür oyunların yerini tutub. Psixoloq Könül Həsənovanın sözlərinə görə, həyat oyunları paylaşmağı, mübahisəni həll etməyi, komanda olmağı və risklə davranmağı öyrədən təbii bir məktəbidir. Bugün isə uşaqlar əsasən qapalı məkanda, canlı ünsiyyətdən kənar böyüyürlər. Lazımsız informasiyaların çox yayılmasıdır və informasiyaların daha əldə olunandır ki, valideynlərdə istər-istəməz bu böyük qorxuya səbəb olur və valideynlərdə bir hiper müdafiə yaranır ki, övladımı həyətə buraxmamaqla bir çox hadisələrdən qorumuş olacağam. Valideynlər belə davrandığı təqdirdə daha çox telefona, televizora, planşetə maraq göstərirlər və dopamin maddələrini, istədikləri o psixoloji özgüvən olsun, özünü təsdiq etmə olsun, həmin o internet oyunları vasitəsilə təmin edirlər və beləliklə sosiallaşma ehtiyacları məhdudlaşır. Könül Həsənova bildirir ki, planşetlə, telefonla çox məşğul olan uşaqlarda ilk ünsiyyət bacarıqları formalaşmır. Azyaşlıların oynaması üçün də yerlər məhduddur. Bunları ya avtomobil dayanacaqları əvəz edib, ya hündür binalar əvəz edib ki, uşaqlar zaten bunu istəsələr belə edə bilmirlər. Bu uşaqlarda hansı fəsadları yaradır? Təbii ki, bizim sosial olaraq sosiallaşmamız, oyun oynamağımız bizdə bir çox həm fiziksel, həm psixoloji yaxşı xüsusiyyətlərin formalaşmasına səbəb olur. Uşaq oyun oynadığı zaman nə baş verir? Anında qərar vermək, düzgün davranmaq, diqqətin formalaşması sırf bu oyunlar üzərindən olur. Sosioloq Üzeyir Şəfiyev isə deyir ki, Z nəsli və formalaşmaqda olan alfa nəslinin əsas məşğuliyyəti sosial şəbəkələrdir. Ona görə məhəllələrdə bir-biri ilə oynayan uşaqlar az müşahidə olunur. İlhamə Kərəyeva, Vüsal Hüseynov, Xəbər Ertəsi.